Əziz dinləyicilər, xoş gördük hər birinizi. Mən Kamran Yaradanquliyev. Hər kəsi salamlayıram. Bu gün həftəmizin ilk efir günündəyik və demək olar ki, biz belə ay yarılamışıq. Artıq 16-sıdır bu gün ayın. İnanırıq ki, hər zaman iş adamları ümumiyyətlə özündə bir ayları nəzarətdə saxlayırlar və ötən illərdəki aylarla müqayisə edirlər. Bilmirəm, bəzi iş adamlarıyla danışırıq. Əhvalları çox yaxşıdır. Deyirlər şükür bu il istədiyimizi əldə edə bildik. Bəziləri deyir yox, hələ də var. İstədiyimiz kimi o sıfıra çıxmamışıq, arzu etdiyimiz uğuru qazanmamışıq. Əsas odur ki, hər kəsə biz arzu edirik ki, işinin adamı olaraq öz sahəsində külünk vurmağı bacarsın. Çətinlik və yaxud yaxşı gün həmişə var. Çətinlik bizi öz sevdiyimiz işdən uzaqlaşdırmasın. Yaxşı gün isə bizi öz sevdiyimiz işdə komforta salmasın ki, rəqiblər gəlib belə deyək də bizi keçsə belə, əsas odur ki, belə sağlam rəqiblər olsun. Hər sahənin özünün maraqlı biliciləri ilə biz efirdə həmsöhbət oluruq. Bu gün də əlbəttə istisna deyil. Developia şirkəti var. Azərbaycanda Developia Engineering Akademiyanın icraçı direktoru Şamxal Cəfərzadə bu gün bizlə birlikdədir. Salam Şamxal müəllim. Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Sizi görmək çox xoşdur. Ümid edirəm ki, əhvalınız, işiniz, gücünüz yaxşıdır. Bəli, hər şey yüksək səviyyədədir. Əziz valideynlər, əziz sahibkarlar, fərq etməz və yaxud qeyri-sahibkarlar, ümumiyyətlə valideynlər bəlkə də gələcəyin ən uğurlu həm iş adamını biz ailəmizdə yetişdirə bilərik və yaxud sahibkarını və yaxud idmançısı fərq etməz. Amma indi haqqında danışacağımız məncə bəlkə də gələcəkdə sırf həyatını bu sahəyə həsr etməsə belə, məncə hər bir uşaq bunları bilsə çox yaxşı olar onun üçün. Gələcəkdə onun zehni inkişafına da səbəb ola bilər. Gəlin bu gün biraz texnologiyadan danışaq, amma biraz o robototexnika məsələsinə də toxunacağıq. Ümumiyyətlə sizin şirkətin əhatə etdiyi sahələrdən biraz bəhs edək. Olarmı? Əlbəttə. Başlayaq. Hansı istiqamətlərdə siz peşəkarlaşmısınız? İlk öncə dəvət üçün təşəkkür edirəm. Xoşdur. Biz Developia Engineering Akademi olaraq şirkətin adından göründüyü kimi bir mühəndislik şirkətiyik və mühəndislik təlimləri, eyni zamanda mühəndislik xidmətləri veririk. Mühəndislik təlimləri isə həm uşaq yaş qrupunu əhatə eləyir, eyni zamanda böyük yaş qrupunu da əhatə eləyir. Uşaqlar üçün bizdə təlim proqramı minimal 7-8 yaşdan etibarən başlayır. Minimal. Bəli, minimal yaş qrupu 7-8 yaşdan etibarən artıq formalaşır və bu yaş qrupunda biz ilkin texnologiya ilə uşaqların tanışlığı, ilkin baza biliklərinin, fundamental bazanın qoyulması və start proqramlaşdırma üzrə vizual yönümlü Scratch adlı proqramlaşdırma ilə uşaqların tanışlığını qururuq və tədris proqramı bundan başlayır. Robototexnika məsələsinə gəlincə isə, robototexnikada minimal 10 yaşdan etibarən biz fəaliyyət göstəririk. Bunun da səbəbi odur ki, ilkin olaraq birinci məktəbdə ibtidai təhsil alınmalıdır, ibtidai biliyin və riyazi bacarıqların formalaşması məktəb üzərindən olmalıdır ki, robototexnika dərslərində tələb olunan riyazi biliklərdə uşaqlar çətinlik çəkməsinlər. Sual, bizim sizcə məktəbdə tədris olunan riyazi biliklər sizə dəstək ola bilirmi? Yoxsa sizə lazım olanlar yalnız özəl məktəblərdə tədris olunur? İstənilən bir dövlət və ya özəl olmasından asılı olmayaraq bu proqramda ibtidai riyazi bacarıqların formalaşması, bura sadə hesablama bacarığının formalaşmasından tutmuş, sadə yaşlarına görə olan məntiqi təfəkkürün formalaşması və analitik düşüncə qabiliyyətinin formalaşmasına qədər uşaqların bacarıqları daxildir ki, bunlar varsa əgər, o halda bizim də dərslərdə onlar çətinlik çəkmirlər. Onsuz da bizim uşaqlara verdiyimiz bu tədris texniki yönümlü, bayaq qeyd elədim, mühəndis yönümlü təlimlər olduğuna görə burada eyni zamanda uşağın dəqiq elmlərə marağı və eyni zamanda bacarığı olması şərtdir. Əgər onlarda dəqiq elmlərə, riyaziyyata, məntiqə, analitik təfəkkürə, düşüncəyə həvəs yoxdursa və yaxud bacarıq yoxdursa, istedad yoxdursa, onsuz da bu onlar üçün çətinlik yaradır. Amma bu varsa və ilkin olaraq məktəbdən də
müəyyən baza bilikləri əldə olunubdursa, artıq bizim akademiyada keçirilən dərsləri mənimsəmək baxımından onlar hər hansı bir çətinlik yaşamırlar. Allah, məncə bu bir giriş xarakterli oldu. Birazdan daha maraqlı suallarla, daha vacib məlumatlardan Şamxal bəylə söhbət olacağıq. İndi isə efirimizdə bir reklam zamanıdır. İşin adamı efirdədir, əziz dostlar. Mən Kamran Yaradanquliyev, mikrofon önündəyəm, sizi salamlayıram. Həftənin birinci günü həmişə ağır iş günü olur, amma indi biraz günəş çıxıb, məncə əhvalımız yaxşı olar. Bilmək olmaz, havanın şəraiti necə olacaq, amma əsas odur ki, bizim daxili, mənəvi, zehni olaraq əhvalımız hər zaman yerində olsun. Bunun üçün də gərək işimizdə uğurlu olaq. Az da çoxdan da pul qazanaq. Onda məncə hər kəsin əhvalı kökü olar. Deməli belə, mən üzrlüsən birinci gün yorğunluğu yaşayıram bu dəqiqə, amma həm söhbətim də çox maraqlı bir dostumuzdur. Mən onun üçün hazırlanmış sualları bir nəzər yetirirəm və görürəm ki, hardan başlasaq, harda yekunlaşdırsaq zamana qənaət etmiş olarıq. Belə eləyək. Bir daha mən Şamxal bəyi salamlayıram və 7-15 yaş dövrü üçün texnologiyanı öyrənmək məsələsindən danışdıq. Bir dənə məsələ var. Məsələn, mənim kimi bütün valideynlər istəyər ki, uşağı o texnologiyadan azdan-çoxdan başa çıxsın. Balaca da bir belə qurğu olsa bir robot düzəldə bilsin. Amma nə düşünürsüz? Valideynin həvəsi olsa, uşağı da həvəsə gətirə bilərmi? Yoxsa valideynin burada xüsusi bir motivasiya rolu yoxdur, uşağın özündən asılıdır? Əslində çox qəşəng sualdır. İlk öncə mən bunu demək istəyirəm ki, məlum məsələdir ki, danışdığımız kateqoriya elə bir yaş kateqoriyasıdır ki, o yaşda olan uşaqlar sərbəst şəkildə özləri hansısa tədris mərkəzinə müraciət edib hansısa bir kurs almaq imkanlarına malik deyil. Bu yaş aralığında olan uşağın özünün həvəsi olsa belə, istəsə belə, mütləq şəkildə təşəbbüs valideyndən irəli gəlməlidir və valideyn uşağa bu barədə həm maddi, həm mənəvi dəstək olmalıdır. İndi elə ailələr ola bilər ki, valideyn ümumiyyətlə bu sahəyə uzaq adamdır və heç ümumiyyətlə bu barədə düşünməyə belə vaxtı yoxdur və məlumatı da yoxdur. Amma uşağın yaşının az olmasına baxmayaraq uşaq araşdırır və özü məlumat əldə eləyir, onun diqqətini çəkir və bununla bağlı valideyninə bildirə bilər ki, mənim belə bir sahəyə marağım var və mənim üçün uyğun bir mərkəz tapın, mən bu sahəni öyrənmək istəyirəm. 50-50-yə düşdü məsələ. Ola bilər, bəli. Amma digər bir tərəfdən, yəni uşaqdan bu təklif gəlsə belə, yenə də yekunda valideyn gərək bunun üçün bir araşdırma eləsin, övladı üçün doğru qərarı verə bilməsi üçün bir balaca bazar araşdırsın və görsün ki, harda bu tədrisi hansı mərkəzlər tərəfindən necə əldə eləmək olar və bunun üçün bir araşdırma edəndən sonra özünə uyğun gələn variantı seçsin. Amma ümumilikdə düşünülür ki, texnologiya çox sürətlə inkişaf eləyir, uşaqlar artıq erkən yaşlarından hətta dil açmamış belə artıq texnologiya ilə birbaşa təmasa girirlər və bu da onların gündəlik həyatına mənfi təsir göstərir. Onların həm fiziki inkişafında, həm zehni inkişafında müəyyən problemlərə yol açır və bununla bağlı valideynlər narahatlıq hissi keçirirlər. Amma mən burada bir nüansa toxunmaq istəyərəm ki, bu əslində nədən qaynaqlanır? Biz texnologiyanı həyatımıza düzgün şəkildə qatıb və düzgün şəkildə ondan faydalana bilsək, burada artıq zərərdən yox, faydadan biz danışa bilərik. Amma yox, biz sadəcə bunun istehlakçısı olsaq, bəli, o halda bu zərərli vərdişlərə və gələcək həyatında da hətta mənfi təsirlərə yol aça bilər. O böyüdükcə də bunun mənfi fəsadlarını yaşaya bilər. Ailə, eyni zamanda fərdin özü, uşağın özü. Amma biz nə edə bilərik? Yəni, uşağa məcburi şəkildə yox, düzgün istiqamət verərək, aydınlataraq, izah edərək, bunu öyrənsə nə əldə eləyəcək? Bunun üzərindən əgər biz uşaqla ünsiyyət qurub, onun maraqlarını öyrənib və maraqlarına uyğun formada ona təklif versək, bu halda biz tamam fərqli bir mənzərə ilə üz-üzə gələ bilərik. Onsuz da bu bir reallıqdır ki, nə qədər texnologiya inkişaf etsə də, hər kəsin uşağı mütləq robototexnika mühəndisi və yaxud proqramlaşdırma üzrə mütəxəssis olmaq məcburiyyətində deyil, heç olmayacaq da. Amma olmasa belə, yəni bunun mütəxəssisi olmasa belə, ən azından biz bu sahəni onlara aşılamaqla, öyrətməklə birinci növbədə
ilkin yoxlama prosesindən, keçid aralığında onlarla təmas qurub, ilkin onların bilik və bacarıqlarına biz yiyələnsək, biz aşkarlaya bilərik ki, bu uşaq üçün bu uyğundur yoxsa yox. Yəni, birinci bir buna baxmaq lazımdır ki, bu uyğundur yoxsa yox. Əgər uyğundursa, öyrənsə nə əldə eləyəcək, bunu uşağa aşılayıb, ondan sonra bunun tədrisi ilə bağlı artıq yol xəritəsinə baxıb davam eləmək olar və istənilən də müsbət nəticəyə nail olmaq olar. Sizin sahə nə də olmasa müəyyən qədər, yəni burada valideynlərin gözündə belə bir məqam var. Bilmirəm yanılırlar yoxsa yox. Bəzən valideyn düşünə bilər ki, uşağı neynirəm ora qoy. Bunun da telefon əlindən düşmür. Bir də əlavə burada özə belə sadə lap dillə desək, valideynlər düşünür ki, uşaq yapışıb qalacaq orada. Ona görə də bir məqamı vurğulamaq istəyirəm ki, ümumiyyətlə bu tədrisin özü belə sistemlə gedir. Düzdürmü? Bu sistemin içində həm müəyyən zaman kəsiyi var, deadline anlayışı var, yəni zamanı bitmə anlayışı var və s. belə. Bununla bağlı nə tövsiyə eləyərsiniz? Baxın, uşağı ümumiyyətlə ev şəraitində nəzarətsiz qoyanda bu uşaq həm normadan çox, istər telefonla, istər planşetlə, istər notebookla zaman keçirir, normadan çox zaman keçirir və bu keçən zamanın da çoxu zərərli vərdişlərə, hansı ki ona heç bir faydası olmayan işlərə yönəlir. İstər video materiallar olsun, istər digər, uşağın qarşılaşdığı sosial mediada, internetdə qarşılaşdığı hər hansı bir video materiallar, tekstlər və bütün bunların əksəriyyəti fonunda uşaq buradan faydalı nələrsə götürmə ehtimalı çox yoxdur. Amma bunu valideyn nəzarətdə saxlamaq imkanına sahibdirsə və yaxud bunun üçün yetəri qədər fiziki imkanları yoxdursa, az öncə qeyd elədiyim kimi, araşdırma edib düzgün mərkəzdə uşağın potensialına uyğun, həvəsinə uyğun, istedadına uyğun təlim aldırmaqla həm bu boşuna gedəcək zamanı valideyn övladı üçün daha yaxşı dəyərləndirmək şansı əldə eləyir. Eyni zamanda uşaq məktəbli olmasına baxmayaraq, məktəb proqramı ilə təhsil almağından asılı olmayaraq, gələcəyinə yatırım kimi artıq məktəbdə ikən bir peşə, ixtisas öyrənməsinə şərait yarada bilir. Burada deyirsə uşağın marağına uyğun. Bəli. Burada neçə istiqamət var və bu maraqlar hansılardır adətən? Çünki mənim üçün və mənim kimi bilirəm yüzlərlə, minlərlə dinləyici üçün biraz sizin dediyiniz məsələ biraz məchuldur. İndi biz beynimizdə özümüz öz xarakterimizə görə bildiyimiz qədərilə bir fikir formalaşdırırıq, mənzərəni formalaşdırırıq. Olarsa bizi biraz da detallı məlumatlandırın. Belə deyim Kamran bəy, istənilən bir uşağın maraq dairəsini ölçmək üçün əslində 6-7 yaşa qədər uşağın gəlib çıxması kifayət eləyir. Yəni təcrübə göstərir ki, nə qədər ki onların balaca görünmələrinə baxmayaraq, artıq 6-7 yaşa qədər istər oğlan olsun, istər qız olsun, onlar öz davranışları ilə, hərəkətləri ilə, fikirləri ilə, yanaşmaları ilə uşaqlar hiss elətdirirlər. Hansı sahəyə maraqları var, hansı sahədə onların istedadları var. Siz bunu bilə bilirsiniz? Təbii ki, bilə bilir. Testlə? Bəli, bəli. Və yox, mən bunu özümüz üçün demirəm. Çünki biz ümumiyyətlə 6 yaşda uşaqla heç biz işləmirik. Ona görə təəccübləndim. Mən ümumiyyətlə deyirsiniz. Mən ümumiyyətlə statistika olaraq deyirəm ki, 6-7 yaşa qədər olan uşaqlar oğlan qız olmasından asılı olmayaraq ailədə əgər düzgün müşahidə aparılarsa, o uşaqlara baxanda evdəki davranışlarına, hərəkətlərinə, hansısa bir mövzu ətrafında olan fikir mübadiləsinə, bunlar maraq dairəsinə, bunlara baxanda artıq o uşaqlar hiss elətdirirlər onların hansı sahəyə maraqları var, istedadları var. Sadəcə olaraq bunu görə bilmək üçün uşağı düzgün şəkildə və davamlı şəkildə həm müşahidə eləmək lazımdır, həm də uşaqla təmasda olmaq lazımdır. 6-7 yaşa qədər artıq bu özünü büruzə verir. Məsələn, dünyaca tanınmış simaların da avtobiografiyası ilə tanış olsaq, baxıb görərik ki, məsələn, sadəcə öz ölkəsində yox, eyni zamanda top zirvədə olmalarının adamların sadəcə digər həmyaşıtları ilə müqayisədə ən böyük bir dənə avantajları, üstünlükləri onda olubdur ki, bu adamlar fəaliyyətdə olduqları sahə ilə bağlı erkən yaşlarından etibarən başlayıblar. Yəni
tək bir avantaj ancaq bundan ibarətdir ki, adam istedadlı adam olub, amma bu istedadını erkən yaşdan etibarən dəyərləndirib və davamlı şəkildə dəyərləndirib. Bunun sayəsində bu günləri artıq sadəcə öz ölkəsində yox, dünya səviyyəsində sayılıb seçilən insanlardandır və mütəxəssislərdəndir. Ona görə bu bəzi sahələr var ki, burada mütləq şəkildə erkən yaşdan başlamaq şərtdir. İdman sahəsini bura məsələn misal göstərmək olar. Hal-hazırda dünyada yoxdur elə bir tanınmış FIDE reytinqində olan top 10-luqda hansısa bir şahmatçı ki, o 15 yaşında başlayıb, amma bu dəqiqə reytinqdə top 10-luqdadır. Yəni yoxdur belə bir sima. Sizin sahə texniki sahədir. Burada motivasiya varmı? Təbii ki. İndi mühəndislik ixtisaslarını da mən ona gətirmək istəyirəm. Ona görə bu açıqlamanı vermək istəyirəm ki, mühəndislikdə də bu belədir. Əgər bir uşağın istedadı varsa, o nə qədər erkən yaşından başlasa, bir o qədər daha çox uğurlu olacaq. Amma 7-8 yaşında olan uşaqlar sadəcə olaraq ilkin təməl biliklər, təməl anlayışlarından məlumatlandırılırlar ki, məktəblə paralel olaraq sadə kod yazma təfəkkürünün, kod yazma məntiqinin formalaşması onlarda artıq ilkin 7-8 yaşlarından etibarən başlasın. Amma digər artıq peşəkar proqramlaşdırma dillərindən, mühəndislik ixtisaslarından biz danışırıqsa, bunun üçün ortalama yaş 10 yaşın üzəridir. Və 10 yaşın üzərində olan uşağın da bu sahəyə nə qədər maraqlı olub-olmadığını ölçmək üçün birinci növbədə onun məntiqi bacarığına, riyazi bacarığına, kompüter bacarığına, götürmə qabiliyyətinə, həvəsinin, istəyinin hansı yöndə olub-olmamasına baxmaq lazımdır. Buna baxandan sonra artıq müəyyən olunur ki, bu uşaq bizim sadaladığımız sahələrin hansı üzrə getsə daha çox uğurlu olacaq. Aydındır. Kod dediniz, ümumiyyətlə bax kod nədir? O uşaqlar kodu harda yazırlar, niyə yazırlar? Bu kod yazmaq sözü biraz adam qorxudur. Bizə müasir dövrdə, kiber cinayətlərin çox olduğu bir dövrdə. Uşaqlar nə kod yazır belə? Ümumiyyətlə proqramlaşdırma deyəndə, yəni ixtisas olaraq proqramlaşdırmadan biz danışırıqsa, proqramlaşdırmanın arxasında kod dayanır. Yəni kod yazmadan... Heyf bu koddan, bu kodun da adını ləkələdilər. Kod yazmadan proqramlaşdırma ixtisasından danışmağın ümumiyyətlə heç bir mənası qalmır. Ona görə kodlaşdırma tərəfində də birinci, ilkin təməl olaraq vizual yönümlü Scratch kodlamadan biz istifadə edirik. Bu blok tipli kodlamadır. Mənim kimi bəzi kateqoriya var, üzr istəyirəm. O 98%-dir. Bəlkə də onlar üçün kod yazmaq assosiasiya olunur GTA Vice City oyunundakı kod yazmaqda. Orada tank götürürdü, vertolyot götürürdü. Xatırlayırsa driver oyunu. Yəni əslində məsələn siz bunun oyun tərəfini vurğulayırsınız. Proqramlaşdırma tərəfdə də bu yazılan kodların məntiqi ardıcıllığı əgər düzgün şəkildə yazılırsa və işə yarayırsa, yekunda bu da hansısa bir məhsulun ərsəyə gəlməsinə xidmət eləyir. Məsələn, biz ilkin təməl anlayış olaraq Scratch-dən danışırıqsa, burada o kodlar vasitəsilə bunu Amerikanın MIT Universitetinin müəllimləri, professorları tərəfindən ərsəyə gəlmiş bir vizual layihədir, proqramlaşdırmadır və bu Scratch-in funksionallığı şəkil, animasiya, oyun tipli proyektləri qurmağa xidmət eləyir. Şəkil, animasiya, oyunlar. Yəni bu şəkil olmasa animasiya olmur. Əslində animasiya hərəkətlidir. Şəkil də onun bir növ hərəkətsiz variantı. Bəli, hərəkətsiz variantıdır. Bildiyimiz yəni şəkildir. Amma sadəcə bir var şəkili Paint proqramında çəkirsən şəkil olaraq, bir də var ki onu kodla qurursan. Yəni sual verdiniz ki, kod deyirsiniz də. Yəni bu kod nədir? Məsələn, Scratch-də yazılan blok tipli, orada bloklar vasitəsilə qurulur kodlar və bu kodlar vasitəsilə şəkil, animasiya, oyun tipli proyektlər qurmaq mümkündür. Funksional imkanları çünki bundan ibarətdir. Amma artıq bundan sonraki mərhələdə biz peşəkar proqramlaşdırmadan danışırıqsa, orada yazılan kodlar vasitəsilə gündəlik həyatımızda, mobil telefonlarımızdan, kompüterlərimizdən girib istifadə etdiyimiz veb saytlar ki var. Bu idarə etmə sistemləri ki var. İstənilən bir mərkəzin hal-hazırda
avtomatlaşdırılmış sistem üzərindən idarə etməsini həyata keçirmək üçün sistemlər qurulur da bilirsiniz. Və bu sistemləri həyata keçirmək üçün proqramlaşdırma dillərinin vasitəsilə bunu yazmaq lazımdır və front-end və back-end yönümlü proqramlaşdırma dillərinin burada tətbiqi şərtdir. Onu biraz da belə bizə başa salsaz. Front-end tərəfi bizim ekranda gördüyümüz tərəfidir. Məsələn, hal-hazırda siz istifadə eləyirsiniz və ekran görüntüsü olaraq siz nə görürsünüzsə, o front-end tərəfidir. Aha. Bir də siz ekranda müəyyən funksiyalardan istifadə eləyirsiniz. Amma onun arxa fonda kommunikasiyasını görmürsünüz. Şərti desək, mətbəxini görmürük, kulisini görmürük. Bəli. Belə. Amma bunlar əziz dostlar terminlərdir. Ona görə də biz istəsək belə bunları istədiyimiz kimi tərcümə edə bilmərik. Çox maraqlı bir məqamdır, amma görsən mən hansı tərəf idi? Backend. Backend. Bəli. Efirimizdə backendində baş verən proseslərdən biri nədir? Sponsorlarla işbirliyi. Amma onların təqdimatı görsənən nə idi? Frontend. Frontend məsələsi. Bax indi efirimizin frontend yeri. Sponsorlardan danışaq dostlar. Sponsor məlumatı. Estate Engineering-dən danışaq. Estate Engineering illər ərzində rəsmi nümayəndəsi olduğu bir çox şirkət var. Onlardan da biri də Asman Qrupun gücü ilə formalaşan Digitus brendidir və təhlükəsizlik, nəzarət sistemləri, fiber optik kabellər, ergonomik həllər, rak kabinlər və daha çoxu hamısı Alman keyfiyyəti ilə Digitusda. 012 497 1716 və 051 205 45 45. Enadvet şirkəti 2011-ci ildə təsis edilib, 2000 kvadrat metrlik istehsal sahəsi ilə 65-dən çox əməkdaşla birlikdə bir çox layihələrə imza atırlar. Məsələn, UV çap texnologiyası ilə banerdən tutmuş şüşə, metal, taxta kimi səthlərə qədər yüksək dəqiqliyi ilə çap etmək mümkündür onların müəssisəsində və çaplar Green Guard Gold sertifikatı ilə hazırlanır. 055 515 75 15. Çekaz şirkəti biznesimizin etibarlı tərəfdaşı olaraq bir çox həlləri sizə təqdim edir və kassa işində güvənin ünvanı Çekaz olaraq 055 702 12 32 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. PM Legaldan danışaq. Ambarınızda yeyinti olur. Kim məsuliyyət daşıyır? Tapa bilmirsiniz. İşçi şirkətdən gedir, müştəri bazasında onunla gedir. Çox vaxt səbəb eynidir. Hüquqi işi vaxtında və düzgün qurmamısınız. PM Legal məhz bu nöqtədə sizin yanınıza gəlir. Şirkətiniz üçün hüquqi işi qurur, sənədləşmə sistemini gücləndirir, riskləri sizin üçün idarə edir. Siz biznesinizi böyüdürsüz, hüquqi risklər isə PM Legal tərəfindən idarə olunur. Əlaqə nömrəsi 099 884 0000. Koryan Bakudan danışaq. DuPont Koryan yüksək keyfiyyətli, müasir və innovativ süni daş materialıdır. ABŞ-nin DuPont şirkəti tərəfindən istehsal olunan Koryan dizayn azadlığı, davamlılıq və estetik görünüşü bir araya gətirən premium həll kimi təqdim olunur. Əlaqə nömrəsi 050 823 33 36-dır. Vüsal müəllim başda olmaqla bütün komandaya uğurlar. Hər vaxtınız xeyirli olsun. Bir daha əziz dostlar, mən Kamran Yaradanquliyev İşin Adamı layihəsinin ikinci hissəsinə başladıq. Xoş gördük hər birinizi və çox xoşdur hər dəfə efirimizdə fərqli sahələrin nümayəndələri ilə həmsöhbət olmaq, çünki onlar işinin adamlarıdır. Şamxal Cəfərzadə bizlə birlikdədir. Develop Engineering Akademiyanın icraçı direktoru. Bir daha salam Şamxal bəy. Salam Kamran bəy. Necəsiz? Əlayam, siz necəsiz? Yaxşı. Xahiş edəcəm mikrofonu biraz özünüzə tərəf gətirin və səsiniz necə deyirlər ucadan gəlsin. Hörmətli dostlar, mən bir neçə məqamı nəzərinizə çatdırmaq istəyirəm ki, efirimizi İşin Adamı səhifəsindən də izləmək imkanınız var. Həm Instagram, həm digər sosial şəbəkələrdə bir təklifiniz varsa, efirimizlə bağlı suallarınız varsa, əgər qonaqlarımızla bağlı bir suallarınız varsa 7/24 səhifələr aktivdir. Başlayaq. Biz bugün həm robototexnikadan danışdıq, həm biraz bu sənaye məsələsindən də danışdıq, hansı ki sizin şirkət olaraq biz mühəndisliklə bağlı bir neçə zəruri məqamları dinləyicilərlə bölüşdük. Hətta uşaqların o kod yığmaq mövzusuna da danışdıq. Süni intellekt mövzusu çox dəbdədir. Demək olar ki, mənim efirə gələn hər kəsə bu süni intellektlə bağlı bir sualım yaranır. Hər sahəni əhatə edib, yəni. Bəs bunun tədrisini, süni intellektin tədrisini həyata keçirirsinizmi və necə? Çünki süni intellekt də o qədər sürətlə inkişaf edir ki, sən bir sistemi öyrənib onu tədris edənə qədər bəlkə 5-6-sı çıxır yenisi. Bununla bağlı məlumat. Bəli, təbii ki, biz də süni intellektin tədrisi ilə məşğuluq. Sadəcə olaraq
süni intellekti uşaqlara öyrədə bilmək üçün mütləq şəkildə birinci Python proqramlaşdırma dili tədris olunmalıdır. O nədir? Bayaq danışırdıq biz proqramlaşdırma dillərindən və front-end, back-end yönümlü proqramlaşdırma dillərindən biz danışdıq. Yəni back-end yönümlü proqramlaşdırma dillərindən də Java-nı biz tədris eləyirik və Python-u tədris eləyirik. Sadəcə Python proqramlaşdırma dili ümumi bir neçə sahələrdə tətbiq olunur. Həm data analitika sahəsində tətbiq olunur. Sən bunu bilməlisən ki, bəli, həm data analitika sahəsində tətbiq olunur, həm proseslərin avtomatlaşdırılmasında tədris olunur. Bir növ əlifba. Həm web applikasiyalarda tədris olunur. Eyni zamanda tətbiq olunur daha doğrusu. Eyni zamanda süni intellekt sahəsində tətbiq olunur. Və ona görə də süni intellektə başlamaq üçün birinci Python proqramlaşdırma dilini öyrənmək şərtdir. Bu uşaq da olsa, böyük də olsa. Ümumiyyətlə bu analitik təfəkkürün formalaşdığı ən ideal yaş aralığı 12 yaşa qədərdir və o vaxta qədər ilkin təməl baza proqramlaşdırma üzrə təhsil almış və yaxud robototexnika üzrə təhsil almış uşaqlar 12 yaşdan sonra artıq strukturlaşdırılmış təhsilə keçə bilirlər. Yəni artıq birbaşa ixtisas yönümlü bir peşəyə yiyələnə bilirlər. İstər süni intellekt ixtisası olsun, istər digər proqramlaşdırmanın sahələri olsun, istər onun kiber təhlükəsizlik tərəfi olsun. Yəni bunların hər hansı bir istiqaməti üzrə uşaq getmək qərarı versə, artıq baza var deyə çox rahat şəkildə gedə bilir və universitetə qədəm qoyana qədər, ali təhsilə başlayana qədər artıq bir peşəyə, bir ixtisasa yiyələnmiş olur. Bunun üçün də erkən yaşdan başlamaq mütləq şəkildə şərtdir. Yəni 10 yaşdan, 9 yaşdan etibarən başlayanda artıq 12-13 yaşa gələnə qədər ilkin baza formalaşır deyə 12-13 yaşdan etibarən də Python süni intellekt yönümlü tədrisə qoşulub davam edib artıq bunun ixtisasına yiyələnə bilir. Yəni biz az öncə qeyd elədik ki, uşaqlarla təhsili 7 yaşdan etibarən təşkil edirik, amma 7-8 yaşlı uşaqlar üçün uyğun deyil bu təlim. Bəli, 7-8 yaşlı uşaqlar üçün uyğun deyil. Ona görə bu açıqlamanı belə geniş şəkildə verirəm ki, 7-8 yaşdan bu sahəyə başlamaq lazımdır. Amma 12 yaşa gələnə qədər ilkin bazanı qurmaq lazımdır ki, 12 yaşdan sonra artıq rahat şəkildə uşaq Python süni intellekt yönümlü təlim ala bilsin və onu başa düşə bilsin. Niyə? Çünki burada riyazi model var və bunun üçün orta məktəbdən uşaq böyüməlidir və ibtidaidən çıxmalıdır. Biraz yuxarı sinifin riyaziyyatı ilə tanış olmalıdır oxuduğu məktəbdən ki, burada da bunun məntiqini qura bilsin. Mən düzdür, biz tədrisə başlayanda onları sadə süni intellekt nümunələri ilə tanış eləyirik. Misal, gündəlik həyatımızda rastlaşdığımız, istifadə etdiyimiz mobil telefonlarda məsələn Face ID sistemi, üz tanıma sistemi. Sonra gündəlik bu Telegram kanallarında istifadə etdiyimiz chatbotlar və yaxud digər veb saytlara daxil olanda hansısa bir şirkətin xidmətini almaq üçün yəqin ki, gündəlik həyatda istifadə edirsiniz də. Daxil olanda hər hansı bir firmanın veb saytına daxil olub bir təklif və ya irad bildirmək üçün kontakta keçəndə avtomatik olaraq orada bizi chatbotlar qarşılayır artıq. Yəni bütün bunların hamısı süni intellekt məhsullarıdır və bu məhsulları necə ərsəyə gətirmək lazımdır? Biz tədrisi bunun üzərində qururuq və bizim də kursu bitirən tələbələr təhsilin yekununda artıq belə sadaladığım tipli və yaxud buna bənzər layihələr, süni intellekt layihələri hazırlayıb təhvil verə bilirlər. Real iş kimi artıq. Nə düşünürsüz? Baxın, bu sahəni bilən adam kimi sizin sahəni yalnız əyani tədris almaq lazım, yoxsa qiyabi də nəsə öyrənmək olur? Ümumiyyətlə mən sizə bununla bağlı bir şey deyim. Bu canlı təmas, canlı ünsiyyət bir dənə ona xidmət eləyir ki, uşaqlar gəlirlər real şəkildə ofis şəraitində, auditoriyada canlı ünsiyyətə girirlər, tənəffüsdə çay içirlər, söhbət eləyirlər, oyun oynayırlar, kommunikasiya qururlar, dostlaşırlar və bu da onların sosial mühitinin formalaşmasına xidmət eləyir. Yəni bu sosial mühitin formalaşmasının xaricində sırf alınan təhsilin
keyfiyyətini müqayisə eləsək ki, onlayn təhsillə ofisdə olan təhsilin arasında nə fərq var? Misal, robototexnikada ümumiyyətlə onlayn təhsil vermə imkanı yoxdur. Niyə? Çünki robototexnika təhsili avadanlıqlarla həyata keçirilir deyə. Fiziki olaraq o avadanlıqlarla uşaqlar təmasa girir, onlarla layihə hazırlayırlar və bir yerdə komanda işi olaraq görürlər deyə bunu onlaynda kommunikasiya etmək imkansızdır. Amma proqramlaşdırmada tələbənin sadəcə olaraq ləvazimatı istifadə etdiyi notebook və monitordan ibarətdir və eyni zamanda tədris aparan müəllimin də və belə olan halda auditoriyada da otursa həmən notebookdur, həmən monitordur, həmən müəllimin ekranıdır. Onlaynda da olsa müəllim öz ekranını paylaşır tələbələrlə və uşaqlar da müəllimin mikrofon vasitəsilə dinləyirlər. Yəni notebookdan naşnik vasitəsilə də naşniksiz olsa da dinləyə bilirlər və qulaqçıq da istərsə dinləmək olur. Bəli. Və nəticə etibarilə də artıq dərsin keyfiyyətində hansısa bir problem yaranmır. Deyək ki, uşağın bir problemi oldu onlayn dərsdə, nəyisə başa düşmədi, bir çətinlik oldu. Bu halda da tədris aparan müəllimin avtomatik olaraq tələbənin kompüterinə bağlanıb onun problemini aradan qaldırmaq imkanı var və bu halda da sinifdə olanda fiziki olaraq yaxınlaşıb icra etmiş olur bu işi. Onlayn desə birbaşa uşağın kompüterinə qoşulmaqla bu məsələni kökündən həll edə bilir. Əla, əziz dostlar, bizim efirimizin ikinci mərhələsində o qədər maraqlı söhbətdir ki, maşallah. Dağıtdım buraları. Deməli, bizim proqramımızın dəstəkçilərindən həm biraz bəhs edim, çünki onların da yetəri qədər faydalı fəaliyyətləri var. Sonra yenidən danışacağıq. Başladıq. Sponsor məlumatı. Piramida reklamdan danışırıq dostlar. LED monitorlardan bir diqqət edək, başqa harda istifadə edə bilərik? Bir çox məqamlarda, ümumiyyətlə biznesimizi biz həm də sərgilərdə göstəririk. Məhz burada biz sərgilərimizdə xüsusən diqqət cəlb etmək üçün öz əhatə dairəmizi, öz çalışdığımız istiqaməti daha dolğun göstərə bilməyimiz üçün, çünki sərgilərdə çox səs-küy olur, həm də görüntü ilə yetəri qədər biznesimizə yeni müştərilər cəlb edə bilərik. Piramida reklamdan dəstək almaq imkanımız var. 055 250 01 61. Mərhəm Beynəlxalq Hospitalından danışaq. Mərhəm Beynəlxalq Hospital müasir tibbi texnologiyalarla müasir şəkildə ən son tibbin insanlara fayda verdiyi məlumatları uzman dərəcəsində, ali dərəcədə bilən bir kollektivlə əhatələnib. Mən də ötən həftə özüm övladlarımı da apardım. O qədər çox sevindim ki, çünki həm diqqət baxımından, həm şərait baxımından, həm texnologiya baxımından A-dan Z-yə bir sözlə, yəni ürəyimə bir məlhəm oldular. Çox təşəkkür edirəm. Başda Sevda xanım olmaqla bütün komandaya təşəkkür edirəm. 051 201 71 01 099 808 03 və 803 qısa nömrəsi ilə əlaqə saxlayın. Siz də ora gedin və zamanında hər hansı bir probleminiz varsa onu dəf edə bilərsiniz. N-Advertdən danışaq. Reklam sadəcə görünmək deyil, həm də seçilməkdir. N-Advert vasitəsilə siz bir çox seçilən məqamlarda reklamınızı düzgün istiqamətləndirib, həm çöl reklamlarında, həm sərgilərdə, həm iş reklamlarında fərq etməz, faydalana bilərsiniz. Əlaqə nömrəsi 055 515 75 15-dir. Bütün komandanı salamlayıram. Başda Namiq müəllim olmaq şərti ilə uğurlar. İşin adamı davam edir dostlar. Mən Kamran Yaradanquliyev. Bir daha hər birinizi salamlayıram. Dinlədiyinizə görə təşəkkür edirəm və efirimizdə iştirak edən işin adamlarına da təşəkkür edirəm. Çünki faydalı mövzulara toxunurlar. Şamxal bəy bizlə birlikdədir və o bizə bir neçə məqamı açıqladı. Efirimizin sonlarına doğru yaxınlaşırıq və çalışacağım ki, biraz daha lakonik cavablar alaq. Məsələn, gələcəkdə süni intellekt üzrə karyerasına davam etmək istəyən uşaqlar bugün nəyə diqqət etməlidir? Mütləq şəkildə bugün erkən yaşlarından texnologiya ilə təmas artmalıdır, amma efirin əvvəlində qeyd etdiyim kimi nəzarətsiz və plansız şəkildə yox. Uşaq yoxlanılmalıdır, araşdırılmalıdır, onun maraq dairəsi ölçülməlidir və ona uyğun formada erkən yaşlarından etibarən yönləndirilməlidir. Çünki bu ixtisas biz gələcəkdə hansı peşəni tutmağımızdan asılı olmayaraq həmişə bizlə olacaq. Sadəcə bizə düşən bunu öyrənib öz sahəmizdə, öz peşəmizdə özümüz üçün
faydalı şəkildə istifadə edə bilmək imkanlarını özümüzə açmaqdır. Bunun üçün də lazım olan sahələri erkən yaşdan etibarən mənimsəmək lazımdır. Aydındır. Bir də texnologiya uşaqları asılı hala gətirir. Bayaqki mövzu yenə qayıtmaq istəyirəm. Ümumiyyətlə valideynlərin könlü rahat olsun. Asılı hala gətirmir deyəcəyimiz hansı arqumentlərimiz var? Məsələn, burada mən sizə bir nümunə çəkmək istəyirəm ki, gedib bir sorğu keçirsə, istənilən bir valideyni danışdırsaq, hər kəs bunu deyəcəkdir ki, uşağım notebookdan, telefondan asılı vəziyyətdədir, gündəlik həyatında çox istifadə eləyir. Yəni biz bunu onsuz da yaşayırıq da. Yəni erkən yaşda ola bilər ki, bəlli bir yaşa qədər hansısa bir qadağalarla, sərt reaksiyalarla ala bilərsən əlindən, cəza olaraq verməyə bilərsən, amma gəlin etiraf eləyək ki, bu da müvəqqətidir. Artıq bir yaşdan sonra da bunu tətbiq etmək olmur ki, onsuz da tətbiq etdiyin illərdə də belə bu uğurlu bir seçim yolu deyil. Bu asılılığı aradan qaldırmaq üçün texnologiyanı, həmin uşağın istifadəsində olan notebooku, telefonu onun əlindən almaq kimi qadağa qoymaq yox, sadəcə olaraq ona aşılamaq lazımdır ki, o bunu necə istifadə eləsin ki, bir, asıllıq yaratmasın, iki, bugün və gələcək həyatında onun üçün faydalı olsun. Yəni bunun üçün mən başa düşürəm ki, ailələrdə bunu qurmaq çətindir, amma hər sahənin özünə görə iş bilənləri, mütəxəssisləri olduğu kimi, bu ixtisas üzrə də developer şirkəti 9 illik praktikaya, təcrübəyə malik olan Azərbaycanda ilk yerli tədris mərkəzidir bu sahədə. Və biz də bu mövzuda valideynlərə çox yaxından kömək ola bilərik, dəstək ola bilərik. Onların övladlarını uyğun istiqamət üzrə yönləndirərik ki, onlarda da hansısa belə bir asıllıq yaratmasın. Əksinə, istifadə etdikləri müddətdə özləri üçün daha yaxşı bir səmərəli bilik əldə eləsinlər ki, gələcək həyatlarında da tətbiq edə bilsinlər. Şamxal bəy, bu sözümü qətiyyən xahiş edirəm, şəxsinizə qəbul etməyin. Biraz süni intellekt mövzuları, təlimləri mənə görə insanların cəmiyyətdə Çin avtomobillərinə olan inamı qədərdir. Məsələn, Çin avtomobillərini çox sevirik, niyə? Çox funksiyonaldır, amma ürəyimizdə hələ də bir xal var. Çünki onlar o müqəddəs 5 və 10 illiyi hələ keçməyiblər. Bəli. Ondan sonra axı özünü göstərəcək. Məsələn, hər mövzuda illərin təcrübəsi var Azərbaycanda və dünyada. Amma süni intellekt mövzusunda təlimlər, mərtəbələr, məktəblər, dərslər, siniflər buna çox yenidir. Bəli. Biz bu yenilik qarşısında nə qədər əminik? Məsələn, bizim indi şərti deyirəm. Məsələn, filankəsə filankəsin 3 ildir məşğul olduğunu deyirik. O 3 il ona kifayətdirmi? Ya da 3 il çox deyilmi? Bu necə tənzimlənir? Əla. Deməli Kamran bəy, ilk öncə baxmaq lazımdır ki, bu süni intellekt nəyin əsasında yaranıb? Yəni bunun təməli buradan başlayır, kökü buradan başlayır. Süni intellektin özü proqramlaşdırmanın sayəsində meydana gəlib. Yəni proqramlaşdırma üzərində qurulubdu deyə təməl baza olaraq, baza prinsip olaraq bu ixtisas üzrə ixtisaslaşmış adam kökdə proqramlaşdırma sahəsindən ixtisaslaşıb gəlməlidir. Məsələn, bu günləri kimsə süni intellekt mütəxəssisidirsə, süni intellekt mühəndisidirsə, siz baxsanız bu adamın ilkin sahəsinin tədrisinin kökündə proqramlaşdırma biliyi dayanır. Ona görə süni intellekt bugün nəyin əsasında işləyir və istənilən bir sahədə bizim üçün əlçatandır? Məlumat bazasının. Yəni məlumat bazası hər sahədən o qədər çoxdur ki, biz istənilən bir sahə ilə bağlı sorğu yerləşdirəndə bizə lazım olan informasiyanı süni intellektdən ala bilirik. O məlumat bazası əgər qurulmasa və formalaşmasa, saxlanılmasa, biz lazım olan məlumatı əldə edə bilmərik. Ona görə də bu günləri süni intellektin belə deyək, o insanlarda olan o qorxusu, çəkingənliyi əslində əsassızdır. Deməli, bir məsələdə mənə kömək edin. Mən də sizdən dəstək istəyirəm. Çox ciddi deyirəm özü də. Mən demək olar ki, hər qonağa bu sualı, yəni süni intellekt üzərindən sualı verə bilirəm. Çünki hər sahənin süni intellektdən yolları kəsişə bilir. Amma arada da özümü qınayıram. Deyirəm Kamran, bax məsələn, sən radionun layihədə deyilsən. Mən özümü dinləyicinin yerinə qoyanda
hansı FM-i, hansı sosial şəbəkəni, hansı TV-ni çevirəndə süni intellekt deyəndə artıq adam qulaq yoruldu. Nə qədər süni intellekt, süni intellekt, süni intellekt, süni intellekt. Yəni mən özüm arada yoruluram. Bizə elə bir belə əsas deyin. Bizə elə bir belə məlumat deyin ki, biz deyək ki, hətta yorulsaq belə, bunu bir növ idmana da bənzədə bilərik. Yorulsaq belə deyirik, yox bunun xeyri var, əzələyə xeyirdir, qan dövrənə xeyirdir və s. O yadımıza düşsün. Süni intellektlə bağlı deyək, yo, olmaz. Qulaq asmalıyıq, öyrənməliyik, baxmalıyıq. Bu bizə bunun üçün lazımdır. Bax, o informasiyalar hansılardır? Məsələn, mən bayaq sizə Ümumi deyirəm ha. bildim, başa düşdüm. Bayaq mən sizə qeyd elədim. Məsələn, üz tanıma sistemi. Aha. Bu üz tanıma sistemi süni intellekt əsasında formalaşır. Yəni O vaxtdan bəri o vaxtdan bəri deyəndə ki, üz tanıma sistemi çoxdan deyil də. üz tanıma sistemi bu qapıdan keçəndə, telefonda, Bəli. Son illərin telefondakı da olsa, istər hansısa bir təhlükəsizlik sistemlərindən keçəndə ki, Hə. yenə eyni sistemdir. Mənə görə süni intellekt çox belə 2-3 ilin ən belə aktual mövzusudur, amma o sistemdə bir 10 ildir var da. Yox, 2-3 ilin aktual mövzusudur ona görə ki, artıq əl çatandı. Ya baxın, orada sizin qarışdırdığınız nüans nədir? Çox mənim qarşıdığım nüans var. Baxın, Ona görə gəlmisiniz. baxın bir var ki, siz süni intellektdən özünüz üçün alət olaraq istifadə edirsiniz. Aha. Sizin telefonlarda özünüzə lazım olan informasiyanı əldə etmək üçün yerləşdirdiyiniz sorğulara əsasən aldığınız informasiyalar, onlar süni intellekt alətləridir. Hə. Hazır qurulmuş alətlərdir. Və siz o hazır qurulmuş alətlərdən istifadə edirsiniz. O alətlərdən istifadə etmək süni intellekt mütəxəssisi olmaq demək deyil. Bir də var ki, o sizin istifadə etdiyiniz süni intellekt alətini qurmaq. Başa düşdüm. Vaxtilə qurulub, Bəli. biz indi istifadə Bəli, edirik, biz sadəcə- amma biz də tam istifadə eləmirik. Bəli, biz onsuz da onun bizim kimi sadə istifadəçilər üçün nəzərdə tutulan platforması var. Bir də peşəkar formada istifadə etmək üçün platforması var. Başa düşdüm. Süni intellekti hələ bizə belə qeyri-süni deyil də səmimi şəkildə ifadə edən adam olmamışdı. Əziz Şamxal bəy, çox təşəkkür. Mən təşəkkür edirəm dəvətiniz üçün. İnanıram ki, maraqlı bir dialoqdan bir tərəfə verilişimiz biraz da belə vaxtımız olsa bəlkə artıq debata doğru gedirdi. Maraqlı idi. Təşəkkür edirəm, minnətdaram sizə. Əziz dostlar, Şamxal Cəfərzadə Developer Engineering Akademiyanın icraçı direktorudur. Günümüz həftəmizin daha doğrusu ilk efir günü Şamxal bəylə söhbətlə başladı. Uğurlar fəaliyyətinizdə. Təşəkkür edirəm, çox sağ olun. Mən də sizin fəaliyyətinizdə uğurlar arzulayıram. Növbəti verilişlərdə görüşmək ümidi edirəm. İnşallah. Hörmətli xanımlar və cənablar, Dalğa FM-də İşin Adamı layihəsinə qulaq asdınız. Mən Kamran Yaradanquliyevin təqdimatında sabah yenidən inşallah qarşınızda olmaq ümidi ilə sonda aktual olan bir arzumuz var. Hər kəsə zehni huzur arzu edirik. Hələlik.